Heç cahil bir insanla qarşılaşmısınız? Mütləq qarşılaşmısınız. Cahil insan bomba kimidir. Hər an proqnozlaşdırmadan problem yarada bilər. Demədimmi ki, dağıdıcılıq edir? Cahilin etdiyi iş hər kəsin rahatlığını pozur. Bu cahil insanlardan qorxmaq lazımdır. Məsələn, həyatında xırda bir şey üstə problemi yaranan iki gənc bəziləri biraz bağışlamağı tövsiyə etmək əvəzinə məhkəməyə gedib boşanana qədər bu işdən əl çəkmirlər. Çətinlik və problem anlarında emosiyalarımıza diqqət yetirməliyik ki, sonradan peşman olmayaq. Bir çoxunun deyildiyi kimi zəhərli insanlardan uzaq durmaq lazımdır. Bu zəhərli insanlar Allahın Əraf surəsinin 199-cu ayəsində cahil və ağılsız olaraq bildirdiyi insanlardır. Xuzil affə və əmur bil urfi və a'rid anil cahilin. Ey Peyğəmbər, əff və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər. İndi bu ayəyə əməl etməliyəm. Çünki hər an qorxuram ki, bu axmaq tapılıb yenidən buranı partlada bilər. İlahi, nə olub? Buyur. Dedim axı ki, qanunsuz sürətlə getmə. Eşitmədin. Magistral yolda sizin əlinizdən əmniyyətli deyil. Allah bilir nə bəlalara düçar olacaqsan. İlahi, bizi cahillərin əlindən qoru. Bu adam özünə belə rəhm etmir. Başqalarına necə rəhm etsin? Biz getdik.